40 yaşına qədər ətrafındakı insanlardan əmin ləqəbi qazanacaq qədər güvənilir bir insan. Birdən-birə saxtakar mı oldu? Hicrət dövründə qızı hamilə. Müşriklərdən birinin hücumu ilə dəvədən yıxılır. Uşağı düşür. Həm qızının, həm nəvəsinin acısı üst-üstə. Sonradan həmin müşrik iman edir deyə onu əfv edir. Bu bir saxtakarın halına bənzəyirmi? Ona edilən vəhşilikləri düşünün. Ən sevdiyiniz əminiz müharibədə şəhid edilir. Burnu, qulağı kəsilir. Ürəyi deşilir. Sizin də əminizi bu vəziyyətdə gördüyünüzü düşünün. Və bir də əminizi bu vəziyyətə salan insanı düşünün. Sonradan həmin insan iman edir deyə onu əfv edir. Hansı saxtakar əlinə güc keçəndə bu qədər mərhəmətli, bağışlayan olur? Hələ Mədinədə 16 aylıq övladı İbrahim vəfat edir. Həmin gündə gün tutulması baş verir. İnsanlar deyirlər ki, Peyğəmbərin övladı vəfat edib deyə bu hadisə baş verir. Bir saxtakar üçün özünü təsdiqləmək üçün göydən düşmə bir fürsətdir. Hansı saxtakar bu vəziyyəti dəyərləndirməz? Amma o insanların bu sözlərini rədd edir və deyir ki, günəş və ay Allahın dəlillərindən iki dəlildir. Heç kimin həyatı və ölümü üzrə doğmaz və batmazlar. Bir saxtakar belə bir fürsəti əldən qaçırarmı? Məsələn, Qureyş böyükləri gəlir, ona Məkkə rəisliyi, var dövlət təklif edirlər. Qəbul etmədikdə isə onu cəzalarla, ölümlə hədələyirlər. Yalnızca bir şey istəyirlər. La ilahə illallahdan vaz keç. O isə belə deyir. Bir əlimə günəşi, bir əlimə ayı versəniz, mən yenə bu davamdan vaz keçmərəm. İstəsəydi, başa keçərdi və hiləgərcəsinə oradan işini davam etdirərdi. Amma o hiləyə, yalana bu qədər nifrət edirdi. Siz isə hələ də belə bir insanın saxtakar ola biləcəyini düşünürsünüz. Və yenə, saxtakar dediyiniz o insan bu qədər təhqirlərə məruz qalmış, bu qədər işgəncələr görmüş, evi dağıdılmış, yaxınları öldürülmüş, belə bir saxtakar dediyiniz insan xəlifə olur, əlinə güc keçir və ondan soruşurlar ki, sənə əzab edənlərə qarşı fikrin nədir? Onları bağışladım deyir. İndi siz belə bir insanın saxtakar olduğunu iddia edirsiniz.